Bir daha salam, artıq biz sizinlə 35-ci dərslikdəyik və bu dərslikdə biz sizinlə ümumiyyətlə HTML-in kodeksindən bəhs edəcəyik. Baxın, burada kodeksi dedikdə əslində bir anlıq fikirləşsək ki, nəyi bununla əlaqələndirə bilərik? Ümumiyyətlə kodeks dedikdə, yəni HTML-in hansı tərəfi başa düşülür və ya bunun ümumən PHP-də nə əlaqələndirilməsi var? Ümumiyyətlə, HTML-in, yəni PHP-də yer aldırılma cəhdliliyinin sadə bir işləm olan sayğac bünövrələməsi olan gövdə tərkibində özünə yer alma qabiliyyətini öncədən bilirik. Amma HTML-in kodekslənməsinə gəldikdə isə PHP proqramı vasitəsilə əslində HTML-in hər hansı ixtiyarı bir, yəni simvol yığını, işarələmələr, insan irqinin bütün növ əlifba, yəni simvollar cəmliliyi, eyni zamanda digər formulalardan olan, məsələn, boşluq işarəsi, dırnaq işarəsi və ya ümumiyyətlə simvol yığını altında olan başqa, yəni special characters. Special characters, yəni burada xüsusi xarakterlər adlı, yəni bölgülənmələri də götürülə bilir ki, bunlar da HTML-in xüsusi kodeksləridir və PHP-də əslində ünvan yönləndirilməsi olan bu hesaba aldırılmasının bəlli tərəflərinə görə götürülür və bu çox gözəl bir texnik formula olan cəhət bütövlüyüdür PHP-də. Və artıq biz dərsimizə başlayaq. Belə ki, biz hər dəfə olduğu kimi bir daha da yenidən işçi stolumuzda yer aldırılan qısa yolu icrası kimi təqdim etdiyimiz website deyə ilk öncə qovluğumuza daxil olur. Və qovluğumuza daxil olduqdan sonra gördüyünüz kimi burada mənim bir neçə tip uzantılı faylim var. Lakin hər dəfə olduğu kimi bir daha da yenidən ilkin öncədən ilk səhifə .php faylı üzərində sağ düyməni qeyd edirəm və açılan siyahıdan Edit with Notepad++, yəni bu qeyd dəftərçəsinin daha da genişləndirilmiş forması ilə asteririk bizlərə ilk səhifə .php adlı və tanımlamalı olan bizim bu faylimizi. Və sıxdığımızda biraz gözləyirik. Gördüyünüz kimi bizim burada ümumiyyətlə, yəni ilk səhifə .php əməliyyatı üzərində olan, öncəki dərsimizdən xüsusilə qeydə alınan, yəni kodlaması olan istinadı görə bilərik və istinadın əslində bəlli olan tərəflərindən olan urulu kodlaşdırılmasından bəhs etmişdik. Və artıq biz burada ümumiyyətlə ön üstuna gedərəkdən, məsələn, gövdə tərkibində daha bir işləmi xüsusilə yerinə yetirmək istəyirəm. Belə ki, bu texniki tərəfə ümumxas baxış cəmliliyi ilə həm də ilkin öncə PHP kodlamamızı açaq və burada biz dəyişən ad bütövlüyü yaradaq. Belə ki, mən dəyişən ad bütövlüyünün məna anlamına aydın olsun deyə əlaqə yazısı deyə adı altında qeydə aldıracağım. Əlaqə yazısı adlı dəyişən bütövlüyü bərabərdir, yəni iki dırnaq tərkibində olan sətir tipli bölgülükdən, amma xüsusilə yəni HTML təsnif olunma cəmlilik kodeksinə bunu qeydə aldıracaq ki, bu oynadılma xarakteristikası bəlli olunan tərəfi təsbit etsin. Yəni bunu göstərsin və bəlli etməyi qadir olsun. Və biz bu təsbitliliyi bildirdikdən sonra, məsələn, bir ayrıcı və işarə əvəzləyicisindən sonra operator yığını olan kodlamasından bəlli etmək deyəcəyik. Bəlli etmək və bu cür qeydə aldıracaq. Biz bununla əslində bir dəyişən və dəyişənin sətir tipli bölgünlüyü əslində bu HTML kodeksinə nizama uyğun olaraqdan götürüləcəkdir. Və biz nəhayət ki, PHP kodlamamızı necə deyərlər artıq bağlaya bilərik. Və ilk səhifə .php üzərində yaratdığımız bu dəyişən amili sonradan bizə səhifənin kodeksləşdirilməsi ələxsiz olaraqdan da HTML ilə əlaqə bünövrəliyinin texniki tərəfinə baxışa, yəni məruzəyə gətirəcək. İndi biz burada gedək alt üstümüzdə yer alan hiper istinadımızı, ümumiyyətlə hiper əlaqə bu yönləndirilmə ünvan baxışına. Belə ki, biz burada bir sıralamada nəyləri qeydə almışıq. Məsələn, mən burada deyəcəm ki, gördüyünüz kimi sonraki səhifə .php və ad bölgülüyünün bərabər edilən əsli is bölgülükdə qeydə alınan PHP əksədə olmasından ünvanlamanı kodlaşdır. Yəni urulu səthi olan bu bərabərliyi olan ünvan yönləndirilməsi, baxımlılığı olan, yəni yol yöntəmliliyi. Və həmçinin də bunu yəni öncəki dərsimizdə artıq qeyd etmişdik. Amma biz burada bu gün isə fərqli bir formuladan qeydə aldırmamız üçün ilkin öncədən gördüyünüz kimi burada qeydə aldırılmadan sonra alt sütunda bunun PHP bəyannamə cəhdliliyini götürəcəyik. Məsələn, alt üstünə biz düşək, burada heç bir dəyişiklik etməyək və PHP-ni bir daha açaq
düşək alt sətrə deyək ki, PHP-nin əks-səda olunma cəhdliliyində artıq yeni kodlamasına müraciət edəcəyik ki, bu da xüsusilə funksiya cəmliliyi bünövrələnməsindən olan, yenə də PHP-də iç bölgülükdə qeydə aldırıla bilinən HTML special, yəni characters, xütümlü xüsusi xarakterləri adlı, yəni HTML-in xüsusi simvollar olan cəmliliyi birliliyinin bir araya gətirilməsinin qeydə aldırılmasını təyin edirik. Və bunu da ki, əlbəttə nəyə görə qeydə alırıq? Burada bir dəyişən əlavə etmişdik, halbuki əlaqə yazısı idi və biz onu həmçinin əlaqə yazısına görə nizam aldıq. Və əlaqə yazısının burada əks-səda olunma bünövrələməsinin HTML-in xüsusi xarakterlər cəmliyi olan simvollar əgər əhatəliyini ödəyirsə, o zaman biz burada, indi biz bu PHP faylımızı bağlayaq və həmçinin hiperistinadımızı xüsusilə biz burada bağlamışdıq. İndi burada bu anı götürün, iç bölgülükdə qeydə alacağım mən bunu çünki. Sonraki səhifə deməyəcəm mən buna. Düşək alt sətrə, əslində A nişan bölgüsü olan bir hiperistinad bölgüləməsini ən alt olan sütunda qeydə aldıracağım. Və bu qeydə alınmamızdan sonra biz əslində bu cür işləmi qeydə aldırmaqla, yəni təhrik edərəkdən bildirmişik və bölgüləmişik. Bununla biz ilk səhifə.php üzərində olan əməliyyatımızı qeydə aldırdıq və bunu bölgüləyərəkdən bölürük. İlk bölgülükdə ikinci PHP-nin yer aldırılması əslində əks-səda olunma bünövrəliyinin ön sütunda qeydə alınan PHP ilə sıx əlaqəsi vardır. Bu aydın məsələdir. Çünki sonradan PHP-nin istənilən dəyişən ad bütövlüyünü çağırılması və onun dəyər hesabatı olan hansısa bəlliliyini götürməyə başa düşüləcək. Amma HTML-in xüsusi xarakteri olan simvol yığını olan bu cəmlik bünövrələnməsi məhz əlaqə yazısı adı altında olan dəyişənə yəni bərabər edilərəkdən götürülmə həddinin məhz təsniflə bəlli olunmasına gətirib çıxardacaq. İndi biz bunu görəcəyik və ilkin öncədən ilk səhifə.php faylımız üzərində olan bu əməliyyat özəlliyini fayl menusundan seyr edirik və biz qayıdırıq qovluğumuza. Artıq burada biz sonraki səhifə üzərində əməliyyat aparacaq. Onun üçün biz sonraki səhifə.php üzərində həmçinin bir daha olaraqdan sağ düyməni qeyd edirik və açılan siyahıdan Edit with Notepad++ yenə də qeyd dəftərçəsindən daha da genişlənmiş forması ilə açılırıq. Və gözlərimizdə gördüyünüz kimi yenə də açıldı. Və biz burada öncəki dərsimizə uyğun olaraqdan həmçinin sonraki səhifə.php üzərində gedilən və aparılan iş əməliyyatları olan prosedurlarımızı görə bilirik. İndi mən onları burada siləcəm. Məsələn, başqa bir formula ilə qeydə aldırmam üçün ümumiyyətlə biz burada yeni PHP kodlaması qeydə aldıracağıq. Belə ki, mən bunun ad bütövlüyünü gedim burada dəyişdirməyə hər halda. Və biz burada deyək ki, PHP-ni yenə də açaq. PHP-ni açdıqdan sonra biz alt sütuna düşərəkdən əslində özünə gedək. Məsələn, URL deyəcəm, dəyişən ad bütövlüyü təqdim edərəkdən səhifəsi. Çünki bu ümumiyyətlə səhifə ünvan yöntəmliliyi URL, yəni yorulu ünvan bölməsindən əldə olunaraqdan çalışdırılır və ya yol yöntəmliliyi bildirilir. Baxın, xüsusilə burada diqqət yetirdinizsə, ümumiyyətlə, tək dırnaq, ikili dırnaq deyil, tərkibində artıq biz burada PHP deyə sözlüyünü qeyd edirik və slashlə ayrılmış bir neçə hesabat bəlliliyini qeydə alırıq. Mən deyəcəm ki, burada yaradılmış səhifə, yaradılmış adlı qovluğumuzun təşkil edilməsi, bunlar hər biri, yəni slashlə ayrılmış direktoriya olan kataloq görüntülənməsidir və ya təqdim olunma növbəsidir. Və səhifə deyəcəm yenə də, həmçinin slash qoyaraqdan artıq nəhayət ki, URL.php ünvanlamasına bunu qeydə alacağım. Və əslində yeni kataloq olan çıxış bəlliliyinin özəlliyi olaraqdan, yəni götürülərəkdən nəhayət ki, təqdim olunma özəlliyi idi. Və alt sütunda biz yenidən bir dəyişən adı təqdim edərəkdən mən burada dəyişənin adını
xüsusiyyət bir deyəcəm. Əslində bir neçə xüsusiyyət təqdim, məsələn, görəm neçə, 2 təqdim edərik hər halda. Çünki ikinci xüsusiyyət başqa bir amilə də həmçinin digər qovma bir işləm olan prosedurun yerinə yetirəcək. İlkin öncə xüsusiyyət bir adlı dəyişənin bərabər olan, yenə də tək dırnaq tərkibində sadə yazı formasına cəmləyəcək. Adını da belə yazaq. Sadə yazı forması. Və qeydimizi aldırdıqdan sonra biz alt üstünə düşək. Deyək, yenə də dəyişən adı bütövlüyü götürək. Artıq xüsusiyyət bir demişik. O zaman xüsusiyyət 2 deyəcəyik. Və xüsusiyyət 2-ni də dedikdən sonra həmçinin biz burada bir daha da yenidən artıq tək dırnaqdan əlavə cüt dırnaqda xüsusilə qeydə alınmış bir pis yazısını qeydə alacaq. Məsələn, mən deyəcəm burada pis, amma bunun bir fərq anlamı ilə əslində mənası vardır. Bu nahaq yerə burada yazılmadı. İndi mən deyəcəm, tam olaraq kodumuzu yazaq. Simvollar deyirəm, simvollar. Və həmçinin də burada məsələn tanıdığımız, bildiyimiz işarələmələr də var. Məsələn, dollar işarəsini götürək. Və bu cür bölgülüklə bildirək və bunu xarakterizə edək, götürək. Bu əslində nə idi? Biz ünvan yönləndirilməsi olan urulu səhifəsi bəyannamə bəlliliyinin yeni adla tanınmasının və ya lokal şəbəkə, yəni local host, lokal ünvanlama olan bu bəyannamə ilə yeni PHP direktoriyasının oradan yaradılmış və həmçinin səhifə oradan isə dərsimizin ad bütövlüyündən bir başqa cür formaya təqdim olunan görə nöqtə ümumiyyətlə adı tanımlamalı bir faylimizin yaradılmasını istəyirik. .php uzantılı. Və xüsusiyyət bir ayarına gəldikdə isə sadə bir dəyişən ad bütövlüyü sətir tipli yazıdan olan sadə yazı formasını əks edəcək tanımlamışıq. Və xüsusiyyət 2-yə gəldikdə isə burada xüsusi xarakterlər yığınından olan, baxın tək dırnaqda həm də ikili dırnaq, eyni zamanda pis bölgülüklü yazı nizamının qeydə alınması, həmçinin slash böyükdür, kiçikdir, ümumiyyətlə işarələrinin qeydə alınması, ümumiyyətlə kiçik, böyük və simvollar adlı, həmçinin bir də sonda dolları nəzdə hesaba alıraqdan, yəni xüsusilə yer ayıraraqdan qeydə almışıq. Bu, xüsusi HTML-in kodeksləşdirilmiş kod formulalarıdır. Yəni, bəlli olan özəllilik cəhdilikləridir ki, indi biz bunu sonradan, yəni səhifənin ümumxas, yəni obje kodlamasına baxış dediyimizdə, yəni şahidi ola biləcəyik. Şimdi biz xüsusiyyət 2 ayarını da təqdim etdikdən sonra alt üstünə düşək və dəyişən əlaqəsini, ümumiyyətlə əlaqə yazısı deyə dəyişənə bir daha müraciət edək. Xatırlayırıq ki, biz bunu ilk səhifə.php-də xüsusilə qeydə almışdıq və artıq əlaqə yazısı adlı dəyişənin, yəni ilk səhifə.php-də qeydə alınan bu əlaqə yazısı dəyişənin əslində sonraki səhifədə bərabərlik hədduduna rəğbətini bildirir. Belə ki, təsnif adlı söz bütövlüyümüzün ümumiyyətlə burada yer aldırılı bilinmə qüvvəsindən əlavə, həmçinin deyəcəyik bəlli etmək, yenə də eyni də yazaraq bəlli etmək. Həmən təsnifi burada bəlli etmək və bununla amili bərabər etdirmək. Bu kimi qeydə aldırılmadan sonra biz iç bölgülüklü olan PHP kodlamamızı ümumiyyətlə bağlaya bilərik. Və bu bölgülənməni biz qeydə aldırdıq. Düşək alt sütunumuza və alt sütunumuzda əslində nəyi qeydə aldıraq? Bir daha biz düz PHP-ni burada artıq qeyd etmişik və yenidən PHP-yə müraciət edək. PHP-yə müraciət etdikdən sonra biz burada məsələn bir şərh əlavə edək. Şərhimizi tam olaraq aydın izahlı bölgülənməsinə bildirək. Deyəcəm ki, bu işləm bizə təmiz bir əlaqə, yəni formulasını qeydə alacaq. Bu işləm bizə təmiz bir əlaqə formulasını qeydə aldıracaq. Əslində burada bu məntiqi bölgülənmə olan sayğac təsnifatı kimi də başa düşürlər. Çünki bunlar həqiqətən məntiqi bölümün fərqliliyinə, bölgünlərdən əksəndir, yəni aidiyyətli edilərəkdən bildirilir. Və yenə də biz alt sütunda URL adlı dəyişən bütövlüyümüzü xüsusilə qeydə alırıq. Qeydə aldırılma cəmliliyimizin bərabər olan
ikili dırnaq tərkibində, baxın burada HTTP, yəni Hypertext Transfer Protocol, hipertransformasiya ötürülmə protokolu. Yəni bu hesabat olan bölgülənməmizi bildirdikdən sonra həmçinin bölgü işarəsi vasitəsilə 2/ilə standart lokal şəbəkə olan serverimizin ünvan yönləndirilməsini bildiririk. Və biz burada nə deyəcəyik? Localhost. Localhost və gördüyünüz kimi altından xətli qeydə aldı ümumiyyətlə Notepad++ və xüsusi bir işləmə malik olduğunu artıq qeydə aldırıldığını görə bilərik və şahidi ola bilərik. Və lokal hostu da qeydə aldıqdan sonra // sonraki direktoriyanın artıq avtomatlaşdırılmış bir şəkildə ümumxas cəhət növlərini əlaqə tərkibliliyini, yəni istəyirik ki, yerinə yetirsin bu işləm olan URL adlı bir dəyişən üslubiyyəti. Ümumiyyətlə, yenə də URL-ə müraciət edək. Belə ki, URL-ə artıq biz burada xüsusilə ayrıcı təbəqə və eyni zamanda bərabər etmə qüvvə xarakteristikasının yeni bir adla tanınmasına qeydə alacağıq ki, bu isə raw URL encode. Yenə də raw URL encode seslər tərkibindən buna qeydə alınan cəhət növləri, yəni buna aidiyyatlı edilməsini, kodlaşdırılmasını öyrəndik. Və yenə də URL-i qeydə aldıqdan sonra biz nəyə aidiyyatlı etmişik? Baxın, burada nələri qeyd etmişik URL? Səhifəsi xüsusiyyət 1, dəyişəni xüsusiyyət 2, dəyişəni əlavə yazısı, dəyişəni ümumiyyətlə. URL və URL yenə də URL-in bir neçə fərd olan, nəzd olan, ümumiyyətlə bir neçə aidiyyətlılıq kimi fərdi tərəf hesabatları olan bəlliliyinə buna, yəni götürmüşük, aidiyyatlı eləmişik. O zaman URL adlı dəyişən bütövlüyümüzün kodlaşdırma əsası olan binövrəlik cəhətini yenə də URL səhifəsinə bunun nizamı aldıracağıq. Deyəcək ki, URL səhifəsi. Çünki bunlar URL üzərində baş verir. O zaman yönələ bilinəcək, yəni lokal host bizim standart şəbəkə serverimizin yönəlmə lokal bölgülənmə yol yöntəmlidir. Əslində PHP-nin yaradılmış qovluğu səhifədən URL.php-yə ünvanlandırıla bilinmə qüvvəsinə, yəni bunu gətirib çıxardırır. Bu məna cəhəti ilə biz yenə də URL səhifəsini xüsusilə qeyd etdikdən sonra biz artıq bu işləmi də sonlandıra bilərik. Amma yenidən URL-ə müraciət edərəkdən artıq biz burada xüsusilə bölgülənmə prinsipalığını bildirəcəyik. Burada ikili dırnaq tərkibində məsələn mən qeyd edəcəm. Deyəcəm ki, sual işarəsi önündə qoyulmaqla xüsusiyyət 1-i qeyd alacam. Xüsusiyyət 1. Əslində xüsusiyyət 1-in sonradan URL əlaqəsinin ünvan zolağına qoşulma, kodlaşdırılma, cəmlilik olan bu bölgü götürülməsini görə biləcəyik və əlaqələndirilməsini təyin edə biləcəyik. Biz məsələn burada xüsusiyyət 1-i qeydə aldıqdan sonra və bu ayrıcı təbəqənin sonradan bunun ad nizamına cəmlilik bünövrələnməsini ümumiyyətlə bildirdikdən sonra nəhayət ki, ikili dırnağımızı bağlayaraqdan ayrıcı təbəqəni qeydə alaraqdan yenə də URL encode, yəni URL kodlaşdırılması olan ünvan yöntəmliliyinin dəyişən ad bütövlüyü olan arqument siyahısına yenə də xüsusiyyət 2-yə nizamı aldıracağıq. Xüsusiyyət 2 nizamını qeydini aldıracağıq. Və qeydini aldırdıqdan sonra biz bu işləmi də yerinə yetirdik əlbəttə ki, amma xüsusilə burada şərhi qeydə alırıq. Məsələn, mən nəyi deyim burada? Deyəcəm ki, əslində çünki bu işləmin əgər ayar fərdinə, ümumiyyətlə çıxarış hesabatına diqqətlə baxsanız və ümumiyyətlə buna nəzər yetirsək, bu işləmdən başa düşülmə olan gedişat tələbliliyi əslində HTML sizə tərs səlahiyyətləri təqdim edərəkdən qurtulma sadiqliliyini göstərəcəkdir. Bu biraz qəliz səslənə bilər və ya ümumiyyətlə qəribə kimi səslənə bilər bir anla. Bu məntiqi işləm prosedurası bəlli olan tərəfinə malikdir bu gedişat olan bu götürülmə. Ona görə də biz bunu bu cür şərh adı altına alacaq ki, heç olmasa nəyisə bizlərə çatdırılmandan heç olmasa götürməyi bacara bilər. Çünki bu məntiqi bölümün fəsiləsində qeydə alınır, yəni qeydə deyirəm sizlərə. Və əslində HTML, yəni qeydə alaq şərhimiz artıq, HTML sizə tərs səlahiyyət
səlahiyyətləri təqdim edərəkdən qurtulma sadiqliyini göstərəcəkdir. Və bu cür bünövrələməni də həmçinin qeydə aldırdıqdan sonra nəhayət ki, biz PHP faylımızı ümumiyyətlə bağlaya bilərik. Amma biz iç bölgülük qeydə aldığımız bu işləmin, yəni burada da olan hesabat vəliliyini görə bilərik. Biz bu işləmi yerinə yetirdik. İndi düşək alt sətrə. Məsələn, yenə də hiperistinad yaradaq. Belə ki, hiperistinadımızın href nişanı bağlanma bölgülüyü bərabərdir. İkili dırnaq, amma bu deməkdir ki, dırnağın bağlanılması. Əslində, yenə də iç bölgülükdə bu hiperistinad əlaqə bütövlüyünün yeni bir PHP adı altında nizama aldırması və əks-sədanın HTML special characters, yəni xıtımlı xüsusi xarakterlər cəmliliyi. Characters, bunu qeydə aldıqdan sonra arqument bəlliyi özəlliyi isə yenə də URL adlı dəyişən ad bütünü. Çünki biz burada URL üzərində ancaq yəni iş prosesi aparır, əməliyyat bütövlüyü götürürük. O zaman URL-ə əlaqəliliyini bildirdikdən sonra biz bununla ümumiyyətlə bölgülənməni konsepsiyasını təqdim etmiş olduq. Və yenə də PHP-ni bağlayaq. Eyni zamanda biz burada o demək deyil ki, artıq nişan hiperistinadını bölgüləyərəkdən bildiririk və bununla da qutardıq. İç bölgülükdə yenə də bir PHP açacağıq. Məsələn, PHP-nin əks-səda olunmasında HTML bir daha yenidən HTML special characters xüsusi simvollar yığını əks-səda olunma bünövrələməsində və artıq burada fərqli ikinci bir dəyişən bölümümüzdən olan öncəki, yəni qeydə alınma hədəfimiz olan əlaqə yazısı. Yəni xatırlayırıqsa, yəni əvvəlki formuladan, bir öncəki yazdığımız programımızdan ilk səhifə.php əməliyyatı üzərində əlaqə yazısı adlı dəyişən yaratmışdıq. Və bu yol yöntəmli olan əlaqə bünövrələnməsinin məhz PHP-nin əks-səda olunma cəhdli bünövrəliyinin əlaqə yazısı adlı dəyişənlə sıx və sırf bağlı olduğunu bildiririk. Belə ki, HTML xüsusi simvolları əlaqəsi olan bu bünövrəlilik cəhdiliyi əslində əlaqə yazısı olan bu işləm gedişatının tərzi əksinin bünövrələnməsinə gətirib çıxardacaq ki, sonradan bu əlaqəliliklə nə cür hesabata bölünədiyini görəcək. Amma əlaqənin üzərinə sıxmadan əlaqənin əvvəlki durumu, yəni əvvəlki vəziyyəti, daha sonraki vəziyyətinin isə əlaqəliliyinin fərzi tərzlərinə baxacaq. Belə ki, əlaqə yazısını da eyni zamanda hiperistinad tərkibində xüsusilə qeydə aldırılaraqdan PHP faylında təqdimatının bildirilməsi bununla da biz yəni qeydə almış olduq və nəhayət ki, biz PHP faylımızı bağlayaq. Ondan sonra sonuncu olan hiperistinadımızı bağlayaq. Və hiperistinad əlaqə olan bu bünövrəliyimizi yəni bu cür qeydə aldırdıq və bildirirdik ki, bu işləm, yəni gedişat olan, bu əlaqə yöntəmliliyi olan tərzi bizlərə göstəriləcək ki, bu da yəni əlaqə yazısının əslində HTML xarakterləri, simvol yığınları cəmliyi üzərində nə kimi ifadə ilə tərzi əksini yəni göstərəcəkdir bizə. Və indi biz bu qeydə alınmaları fayl menüsünə nəhayət ki, save edək. Və ilk səhifə.php-yə qaydaq. Burada dəyişiklik etməyək. Sadəcə olaraq ilk səhifə.php-nin əslində ünvan yönləndirilməsinin, ad bölgülənməsinin, eləcə də kodlaşdırılma qabiliyyəti cəhdliyini görə biləcəyik səhifədə. Və indi biz website deyə qovluğumuza daxil olaq, bir daha qaydaq. Və qovluğumuza qayıtdıqdan sonra, yəni 3-cü dərəcəli proqramımızdan olan Mozilla Firefox deyə bilinən və bölgülənən bələdçi proqramımızı işə salırıq. Özlərinə sıxıb gözləyirik biraz. Gözləyək və proqramımız gözümüzün önündə gördüyümüz kimi artıq açıldı və ünvan zolağına gedərəkdən biz burada yenə də serverimizin adı olan http və gördüyümüz kimi biz indi ilk səhifə.php üzərində əməliyyat apardığımıza görə ilkin öncədən, yəni hiperistinada yönəlmədən öncə, ona görə də biz ilk səhifəyə daxil olduq. Normal bir link təsnifatı kimi, əgər biz səhifəmizdə ilk səhifə.php məruzəsinin son hasilat olan bölgülənməsinə nəzər yetirsək, əslində burada
təsnif bəlli etmək adlı hiperistinadın bir sadə bir doğrudan da təyin olunmuş bir link olduğunu görə bilər. Amma bu o demək deyil ki, bu sadə bir linkdir. Əslində xüsusi xarakterlər olan HTML special characters, yəni ümumi HTML xüsusi simvollar cəmliliyi. Baxın, biz indi səhifənin linkə çıxmadan öncə, bu təhrik görmədən öncə ilkin öncədən sağ düyməni ərazi sahəsi olan səhifənin istənilən bir boş yerində qeyd edirəm və açılan siyahıdan View Page Source, yəni bu səhifənin şifrələməsini, yığdığımız kodlamalarına ümumən baxış deyirik. Və sıxdığımızda baxın, burada biz nə görürük? Əslində bizə PHP, HTML-in xüsusi xarakterləri olan cəm birliliyi ilə, bu cür aidiyyətlılıqla, yəni xatırlayırıqsa biz burada böyük dir işarəsi, kiçik dir işarəsi, daha sonra isə dollar işarəsini xüsusilə qeyd etmək, yəni başqa bir işarəni xüsusilə and, yəni və əvəzləyici operator kodunu qeyd etmişdiksə, amma view page source dediyimizdə, yəni bu an əksində biz görə bilirik ki, burada bir sıra amillik cəhdliyini PHP bizə çatdırmışdır və bunu göstərmişdir əslində. Yəni xüsusi simvol cəmliyi olan bərabərlik HTML kodekslərinin yığım artıq dövriyyəsinin ortalama sırasına gəldiyini görə bilir. Və artıq biz pəncərəmizi bağlayaq, bu pəncərəmizi və biz səhifənin artıq təsnif bəlli etmək bölməsinə yenidən qayıdıb və hiperistinadımıza sıxdıqda isə tamamilə yeni bir formulaya qeydə alındığını görə bilərik. Təsnifin rol oynadığını, təsnifin qadirliliyinin bildirilməsini, eyni zamanda təsnifin həm də yeni yaradılmış səhifə nizamının qeydə alındığını görə bilərik, amma bu da yəni sadə bir yazı hesabatı ilə qarşımıza çıxan təsnif təhrikinin ortalama sırasından əmələ gəlmişdir. Yəni bu formulaya dönüşmüşdür. Yəni bu qeydə alınmanı yerinə yetirmişdir və bu cür formada əlbəttə ki, tərzi əksi olaraqdan yəni götürülərək verilir. Bu dərsliyimiz də bu qədər. Yəni HTML kodeksi və HTML kodekslərinin nizam cəhdliyi və götürülmə hesablaması ümumiyyətlə bu qədər. Yəni bu götürülmə amilliyi. Çünki bu həqiqətən də yəni məntiqi işləm olduğuna görə bu götürülmə cəhdliyi ümumiyyətlə lokal səviyyə olan şəbəkə server bölümünə yönələrəkdən xüsusi simvollar yığını olan bu cəhdliyi götürmək və ya onları nə ilə əlaqələndirərəkdən və istifadəçi qarşısına çıxartmaq səhifədə nə cür hiperistinadları ümumiyyətlə silsilə və ya tək olaraqdan dəyişən adına cəmlənərəkdən nə cür yolla qarşımıza çıxacağını görə bilərik. Və bununla da bu işləmi yerinə yetirmiş olduq və bu dərsimizdə mən sizinlə sağollaşıram. Bir sonraki dərslikdə yenidən görüşmək üzrə, sağ olun.